Dostlar salam. Bugün 15 fevral tarixində keçirilən OTK imtahanının suallarına da baxaq. Əlbəttə ki, bu da bizim imtahana hazırlıq istiqamətində əsas vacib imtahanlarımızdan biridir. Görək bugün imtahanda qarşımıza nələr çıxıb. İlk olaraq sual 56-ya baxırıq. Bu bir conjunction bağlayıcı testidir. I didn't read the book till the end. Kitabı sona qədər oxumadım. Və ikinci hissədə də qeyd olunub ki, it was rather dull. Çünki olduqca sıxıcı idi və burada çatışmayan sözümüz məhz because sözüdür, yəni çünki sözüdür. Kitabı sona qədər oxumadım, çünki sıxıcı idi. 57-ci suala baxırıq. 57-ci sualın cavabı so do I, necə do I mövzusunun içərisində öyrəndiyimiz bir cavabdır, belə deyək. İlk olaraq burada diqqət edirsinizsə cümlənin içərisində no one var, bu inkardır. Və bir cümlədə iki inkar işlətməyəcək deyə biz C variantı ilə B variantını silirik. Neither və no more əvəzlikləri və ifadələri silinir. A, D, Y variantları qalır. Daha sonra D və Y variantındakı also və to sözləri isə təsdiq cümlələrində işlənən ifadələrdir. Ona görə D və Y variantında silirik. Bunlar da yanlış cavablardır və doğru cavabımız 57-ci sualda məhz A variantı olur. Gəldik sual 58-ə. Bu preposition sualıdır. Birinci nümunədə verilən catch sözü sözönüsüz işlənən ifadələrimizdən, feillərimizdən biridir. Yəni catchdən sonra sözönü işlənmir. Ona görə B variantını, Y variantını və D variantını ixtisar edirik. A və C variantları qalır əlimizdə. İkinci tərəfdə wait var. Wait for-la işlənən bir feil nümunəsidir. Və üçüncü tərəfdəki at the station ifadəsi də sabit ifadələrdən biridir və doğru cavab 58-də C variantıdır. Sual 59. 59 mənim son sınaqlarda da sizin üçün çox istifadə etdiyim test nümunələrindən biridir. Burada həm only var ki, only-dan sonra biz ya a few ya a little işlədirik. Ona görə biz dərhal elə A, B, C variantlarını silirik, D ilə Y qalır. Və passengers da cəm ismi olduğuna görə avtomatik olaraq cavabımız Y variantı olur. Əgər salmayan isim olsaydı, bu halda D-ni seçəcəkdik. Gəldik 60-cı suala. 60-cı sual ayrıcı sual cümləsidir. Buna aid də son imtahanımda bir sual nümunəsi var idi və orada sizə vurğulamışdım ki, ayrıcı suallarda, bir cümlə şəklində olan suallarda birinci tərəf təsdiqdədirsə, ikinci tərəf inkarda olmalıdır. Yəni biz burada iki şeyə diqqət eləyəcəyik. Birincisi bu V-yə diqqət eləyirik və V təsdiqdə olduğuna görə onu ikinci tərəfdə inkarda yazmalıyıq. Yəni cavabımız ya B variantıdır, ya D-dir. Və dostlar, unutmayın ki, cümlə əgər Z ilə başlayıbsa, Z ilə də bitməlidir ayrıcı sual cümlələrində. Və ona görə də cavabımız məhz B variantı olur. D variantındakı Z əvəzliyi cümlə ilə Z ilə başlayanda istifadə olunan bir nümunədir. Yəni, zərə ilə başlanan cümlələrin ayrıcı sualı da elə Z-nın özü ilə bitir. 61-ci sual mürəkkəb tamamlıq sualıdır. A variantında make bizim birinci qrup feillərimizdən biridir və birinci qrupdan sonra ing işlənmir. Ona görə burada bu complaining səhvdir. B variantında let-dən də sonra to işlənmir. Bu cavab da səhvdir. C variantında isə tam tərsinə hello üçüncü qrupdur. Üçüncü qrupdan sonra to işlənməlidir. Amma burada complainin to'su yoxdur. Bu da səhvdir. Və Y variantında da make-dən sonra yenə to işlənib və bu da səhv cavabdır və doğru cavabımız D variantı olur. Let-dən sonra to-suz feil. Dostlar, 62-ci suala baxırıq. Burada bizim qarşımıza çıxan nöqtədə xəbər uzlaşması testidir. İlk nümunədə a number of ifadəsi var. İkinci nümunədə isə the number of ifadəsi var. Və biz bilirik ki, a number of-un xəbəri hər zaman cəmdə olur. The number of-un xəbəri isə təkdə olur. Birinci nümunədə diqqət edirsə, bax, a number of var və biz a number of-dan sonra visit işlətmişik, yəni cəm xəbəri işlətmişik və bu düzgün cavabdır. 2-də isə the number of var. The number of-un xəbəri təkdə olmalıdır. Amma burada have işlənib və cəm xəbəri işlənib. Bu yanlış cavabdır. 3-də everyone var. Everyone törəmədir və törəmələrin xəbəri təkdə olmalıdır. Və isə cəm xəbərdir və yanlış cavabdır. Və sonuncu, traffic signals da bu söz birləşməsidir. Burada signals cəmdədir və are da cəmdədir və dördüncü nümunədə doğru cavabdır. Və doğru cavabımız 1-4, yəni A variantı olur. Sual 63. Bu zaman uzlaşması testidir. Burada diqqət edirsinizsə, əvvəldə bir while bağlayıcısı var. Və mən həmişə şagirdlərə burada ən belə deyək, işə yarayan iki dənə tövsiyə verirəm ki, birincisi
bağlayıcının işləndiyi yerin sağ tərəfində heç vaxt gələcək zaman ola bilməz. Yəni will ilə would işlənə bilməz. Ona görə baxın dostlar, elə while-ın sağına will düşür deyə məhz Y variantındakı o will-i silirik. Digər tərəfdə ola bilər, amma sırf bağlayıcının sağında ola bilməz. Will ilə would. Have və has ilə olan bitmiş zamanlar isə present perfect və present perfect continuous. Ümumiyyətlə, uzlaşma testlərində since olmadığı müddətcə işlənə bilmir. Yəni, biz burada have ilə olan variantları da silməliyik. Və diqqət edirsə, burada B variantında və C variantında da have-lər var, bunları da silirik. A və D qalır. D variantında da had keçmiş zamandır, enter indiki zamandır. İndiki zamanla keçmiş zaman uzlaşmır. D variantında silirik, doğru cavabımız məhz A variantı olur. Sual 64. Pronoun testidir. The girl liked the quality of the dress. Qız paltarın keyfiyyətini bəyəndi. But she didn't like color. Lakin o rəngini bəyənmədi. Nəyin rəngini dostlar? Paltarın rəngini, yəni onun. Paltar burada cansız olduğuna görə və ümumiyyətlə əvəzlik mövzusunda, bax, mövzunun adı da əvəzlikdir, nəyisə əvəz edirsiniz. Elə bir nümunədən istifadə etməniz lazımdır ki, yəni əvvəldə işlənən hər hansısa bir sözün əvəzinə işlənmiş olsun, yəni əvəz eləsin onu. Və burada da biz əvvəldə ya göl sözünü işlətmişik qız, ya da paltar sözünü işlətmişik də. İndi burada əlbəttə ki, qızın rəngi olmayacaq, paltarın rəngi olacaq. Ona görə də its qalır. Yəni, burada bizə yəli əvəzliyi lazımdır və cavabımız A variantı olur. Sual 65. Burada, dostlar, cümlə children sözü ilə başlayır və davamında are taught. Bu məchul növdə bir cavabdır. Yəni, uşaqlara öyrədilir. 3-2-6 ilə başlayırıq və davamında 2 feil dalbadal gəldiyinə görə to respect-dən istifadə edirik. Different cultures. Yəni, the children are taught to respect different cultures. Uşaqlara müxtəlif mədəniyyətlərə hörmət etmək öyrədilir. Biz 3, 2, 6, sonra da 4, 5, 1 ardıcılığı ilə, yəni A variantı ilə doğru cavabı tapırıq. Sual 66 modal feildir. Burada elə testdə başlayan kimi dərhal ikinci variantı silirik. Çünki have to, has to, had to modal feilləri istisna 3 modal feildir ki, onlara not artırmaq olmur. Onların inkarı do, does, did-ə not artırmaqla düzəlir. Qalır əlimizdə 1, 3, 4. Azca məntiq işlətsəz 1 ilə 3-ü seçərsiniz. Çünki 2 dənə eyni cavab seçməliyiksə, 2 dənə bir-birinin eynisi cavab seçməliyik. Yəni, əlbəttə ki, biz 2 dənə təsdiq cavabı seçəcəyik. Tərcümə ilə də bunu yoxlayaq. You should apply for the job. Deyirsən, işi qəbul etməlisən. Daha doğrusu, müraciət eləməlisən, belə deyək. Because you have an advantage of speaking fluent Spanish. Deyir, çünki sənin axıcı İspanca danışma avantajın, üstünlüyün var. Üstünlüyün varsa, deməli, işə getməlisən, yəni. Should və ought to 1-3 olur cavabımız və doğru cavab A variantıdır. Sadəcə, bayaq dediyim məntiq tərcümə edə bilmədiyiniz hallarda sizi vəziyyətdən çıxarda bilər. Sual 67 passive voice testidir və cümlənin zamanı diqqət edirsinizsə has parked indiki bitmiş zamandır. Yəni, cavabımız da have been və ya has been ilə olmalıdır. Have been, has been də bizim bircə dənə cavabımız var, dostlar. O da məhz Y variantıdır. Dostlar, 68-ci sualla davam edirik. Which pairs are antonyms? Antonimləri axtaracaq, antonim cütlərini. Bir də catch, tutmaq, saxlamaq mənasındadır. Release, səhərçisinə buraxmaq, azad eləməkdir və bunlar bəli antonimdilər. 2-də love, sevmək, hate, nifrət eləməkdir. Bunlar da antonimdilər. Və bir cavabımız da dostlar 5-dir. Divide, bölməkdir. Join isə birləşdirməkdir. Qoşulmaq mənası da var join-in. Və bunlar 1, 2, 5 bizim burada doğru cavabımızdır. 3-dəki encourage, cəsarətləndirmək, care isə qayğısına qalmaqdır. Bunlar antonim deyil. Və 4-də də collapse, uçurtmaq, dağıtmaq, ruin də korlamaq mənasındadır. Bunlar da əksinə sinonimdirlər hətta və yanlış cavablardır. Sual 69-a baxırıq. Burada reject, rədd eləmək, imagine, təsəvvür eləmək, reward isə mükafatlandırmaqdır. Reject sözünə uyğun gələn cavab B variantıdır. To refuse, rədd eləmək, elə reject də rədd eləməkdir ki, burada məhz 1 B olacaq. Daha sonra 2-də imagine, təsəvvür eləməkdir. Və buna da uyğun gələn cavab A variantıdır ki, to form a picture in your mind, yəni ağlında bir şəkil formalaşdırmaq, yəni təsəvvür eləmək və buna da uyğun cavab A-dır. 3-də reward, mükafatlandırmaqdır ki, buna da uyğun C variantı olur. To give something to somebody for doing something good. Yəni, yaxşı bir şeyi kiməsə yaxşı bir şey etdiyinə görə vermək daha doğrusu. Yəni, mükafat vermək və buna da uyğun gələn cavab C variantıdır.
B, A, C ardıcıllığı ilə doğru cavabımız məhz B variantı olur. Sual 70-ə baxırıq. Complete a sentence. Burada ilk şərtimiz variantlarda verilən cümlələrdə quruluşun sual cümləsi yox, nəqli cümlə quruluşunda olmasıdır. İlk şərt budur. Və bu şərti pozan iki variant var. B variantında had aydan öncəyə keçib, C variantında da have aydan öncəyə keçib və bunlar səhv cavablardır. Daha sonra D variantında bir qaydamız var ki, when və what time-dan sonra biz heç vaxt indiki bitmiş zamanı istifadə edə bilmərik. Yəni have has-dən istifadə edə bilmərik when-dən what time-dan sonra. Burada when I have-də diqqət edirsə, bu da səhvdir. Və Y variantında isə yuxarıda verilən ask və askla yanaşı wonder və want to know feilləri var ki, bunlardan da sonra zət işlənə bilmir. Ona görə Y variantında sidirik və 70-də doğru cavabımız A variantı olur. Sual 71-ə gəlirik. Burada mən keçən sınaqların birində xatırlayırsınızsa demişdim sizə ki, xüsusi sual cümlələrinin bir struktur vermişdim sizə. Və həmin strukturu bir də təkrar buraya yazdıram ardıcıllıq olaraq ki, struktur what do you want-dur uşaqlar. What do you want bir şablon cümlədir. Sözlərin ardıcıllığını göstərən bir şablon cümlədir. Yəni birinci what sual sözü, sonra do köməkçi feil, sonra you mübtəda, sonra da want xəbər gəlməlidir. Və burada da buna uyğun cavab məhz A variantıdır. When, sonra did, sonra the players, sonra da come. Məhz what do you want-dakı ardıcıllıqdır, diqqət edirsinizsə. Y variantı da bu ardıcıllığa uyğundur dostlar. Amma Y-də yenə bax, when-dən sonra have işlənib, diqqət edirsinizsə. Həm 70-ci sualın D variantı, həm də 71-ci sualın Y variantı when-dən sonra have işlənir deyə səhvdir. Yoxsa əksinə bu iki testin ikisində də bu iki quruluş olaraq düzdür. Sadəcə when-dən sonra have işlənməz deyə cavabları silmək məcburiyyətində qalırıq. Dostlar, keçirik mətn suallarına. Mətnimiz qlobal istiləşmə, təhlükələr, bunların bizə nəticələri, təsirləri ilə bağlı bir mətn idi. 72-ci sualda bizdən false variant, yəni yanlış variantı istəyir və burada yanlış cavab məhz C variantıdır ki, yəni düşünürəm ki, bunun üçün mətnə ehtiyacınız belə yox idi. C variantında qeyd olunub ki, air pollution helps protect the ozone layer. Hava çirklənməsi ozon qatının qorumağa kömək eləyir. Yəni çirklənmə necə qorumağa kömək eləyə bilər axı? Bu çox absurd bir cavabdır və yanlış cavabdır. Sual 73-ə baxırıq. Choose the correct answer. Burada düzgün cavab var. Axtaracağıq. Verilən bir sual var. Həmin suala düzgün cavab axtaracağıq. What may global warming lead to? Yəni qlobal istiləşmə, qlobal xəbərdarlıq nəyə aparır? Burada doğru cavabın elə biri birdir. To the increase in global temperatures. Yəni qlobal temperaturun qalxmasına, yüksəlməsinə, istiləşmədə temperatur qalxır. Bir düzdür. İkidə isə dostlar unimportant changes yazıb. Yəni vacib olmayan iqlim dəyişiklikləri. Bu əlbəttə ki, səhv cavabdır. 3-də serious changes yazıb. Bu dəfə bu düzgün cavabdır ki, ciddi iqlim dəyişiklikləri. 4-də isə to the fall in global temperatures. Yəni qlobal temperaturun düşməsi. Bax, 1-də increase idi, artması idi. 4-də isə fall-dur, düşməsidir. Və əlbəttə ki, bu da səhv cavabdır. Və 5-də isə severe problems for future generations. Yəni gələcək nəsillər üçün ciddi problemlər və 5-də düzgün cavabdır. Və 73-cü sualın cavabı məhz D variantı olur. Davam edirik 74-cü sualla. Burada bir complete sentence var, cümlə tamamlamaq var. The consequence of the air pollution are. Hava çirklənməsinin nəticələri nələr olacaq, yəni nələrdir? Dostlar, bir də the shortage of carbon dioxide yazıb, yəni karbon dioksidin çatışmazlığı, bu yox idi, yəni mətndə belə bir fikir, bu doğru deyil. 2-də ozone layer damage, bəli, bu düzgün cavabdır ki, məhz ozon qatının zərərliyinə gətirib çıxaracaq, nəticə bu olacaq, 2 düzgün cavabdır. Daha sonra bir doğru ikini işarə eləyək. Bir düzgün cavabımız da məsələ 3-dür ki, the changes in the earth heat balance, yəni yer kürəsinin istilik balansının dəyişilməsinə gətirib çıxaracaq. 2-3 C variantı 74-cü sualda doğrudur. 4-də isə harmless radiation and better health for people. Ziyansız radiasiya və insanların daha yaxşı, sağlamlığı bunlar əlbəttə ki, yanlış cavabdır. Keçirik növbəti 75-ci suala, mətn nə haqqındadır? Burada mətnin haqqında olduğu fikir dostlar C variantıdır ki, significant threat to the humanity, yəni insanlığa vacib təhdid. Söhbət burada istiləşmədən gedir, threat sözü təhdid deməkdir və C variantı məhz burada doğru cavabımızdır. Gəlirik növbəti 76-cı suala. 76-cı sualda bizdən dostlar sinonim istəyir.
primary sözünün sinonimini istəyir və paragraf 2-dan, yəni ikinci abzasdan istəyir. Burada bizim doğru cavabımız dostlar main sözüdür. Mətnin ikinci abzasından main sözünü özünüz də mətnə baxıb görə bilərsiniz və primary də vacib əsas deməkdir, main də əsas deməkdir və bu sözlər sinonimdirlər. Sual 77-yə gəlirik. Burada paragraf 3, yəni 3-cü abzasdan bir definition nümunəsi görürük. Definition açılışı belədir ki, to use materials or parts from something old to make something new. Yəni yeni bir şey düzəltmək üçün köhnə bir şeyin parçalarından və ya materiallarından istifadə etmək. Dostlar, bu sözümüz recycle sözüdür. Recycle yenidən istifadədir və elə tam birə-bir də verilən definitiona uyğun gələn bir sözümüzdür və testimizin də doğru cavabıdır ki, burada definitionda to hissəciyinin olmağı da sizə bir ipucudur ki, sizə fail lazımdır. Buna da çox-çox diqqətli olun. Yəni, definition axtararkən sözün hansı nitq hissəsinə aid olması əksər hallarda təqdim olunur. Yəni, bundan ipucu olaraq mütləq şəkildə istifadə edin. Sual 78-ə gəlirik. Burada 3 cümlə ilə bizim cavab yazmamız tələb olunur verilən suala ki, sualın mənası belədir ki, what other environmental problems besides global warming and pollution do you know? Yəni, qlobal istiləşmə və çirklənmədən əlavə, başqa, yəni besides başqa deməkdir. Başqa hansı ətraf mühit problemləri bilirsiniz? Yəni, bura siz özünüzdən bir fikir yazmalısınız. Artıq bura global warming və ya pollution'u yaza bilməyəcəksiniz. Başqa bir fikir yazmalısınız və yazarkən də mütləq şəkildə mətndən kənar fikirlərdən istifadə etməlisiniz. Rəy bölməsində yazarsınız cümlələrinizi və sizə bununla bağlı fikir bildirərəm. Dostlar, sonuncu 30-cu suala baxmaq üçün mətnə qayıtdıq. Burada şərtdə verilən cümlə when the ozone layer becomes thinner hissəsidir ki, mən həmin hissəni yox, mətnin davamındakı hissəni işarələmişəm sizin üçün. Çünki biz hal-hazırda çərçivəyə aldığım o qırmızı hissənin içərisindəki sözlərdən ən azından ikisini sinonimi ilə əvəz eləməliyik. Mən burada sizə ardıcıllıqla tövsiyəm belə olar ki, harmful sözün əvəzinə bad yaza bilərsiniz, dangerous yaza bilərsiniz. Daha sonra dostlar, reach sözünün əvəzinə ki, reach burada çatmaq, gəlmək mənasındadır. Get to yaza bilərsiniz, access yaza bilərsiniz, approach sözündən istifadə edə bilərsiniz. Affect sözü ən çox bildiyiniz, istifadə elədiyiniz nümunələrdən biridir ki, təsir eləməkdir. Influence və impact sözlərindən istifadə etmək olar burada. Və sonuncu da people sözü insanlardır ki, burada people əvəzinə individuals sözündən və humans sözündən də istifadə edə bilərsiniz. Özünüzün əlavə belə deyək, söz dəyişikliyiniz olarsa da bunu da rəy bölməsində yazıb bildirə bilərsiniz. Mən orada sizə nə dərəcə düzgün və yanlış olduğunu yazıb məlumat verəcəm. Dostlar, son olaraq dinləmə listening suallarına baxacağıq. Mətin Bald Eagles haqqındaydı. Bald mətndə də qeyd olunur ki, qədim dildə ağ deməkdir. Yəni, ağ qartallar haqqında, hansı ki, bunlar Amerikanın simvolları idi. Doğru cavab 80-ci sualla başlayırıq. Complete the sentence şərti verilib burada. Bald Eagles, doğru cavabımız da burada A variantı olacaq. Are protected by laws, yəni qanun ilə qorunurlar və 80-ci sualda doğru cavab A variantı olacaq. Digər variantlarda, məsələn, B variantında qeyd olunur ki, yuvalarını yerdə qurur, amma mətndə ağacda qeyd olunur. C variantında 14 qeyd olunub, amma mətndə 4 yaşında qeyd olunub. D variantında can't fly very high yazıb, amma mətndə can fly very high, yəni uça bilir təsdiq nümunəsidir. Y variantında da, əslində Y variantının biraz quruluşunda dostlar xəta var. Sadəcə mətndə orada near yox, away qeyd olunurdu, yəni çox uzaqdan da görə bilirlər balıqları. 81-ci suala baxırıq. Burada which statement are false şəklində verilib, yəni yanlış variant verilibdir. Burada dostlar yanlış variant 3 və 5-ci variantlardır, Y variantıdır. Çünki 3-də baby eagles are born with white heads yazılıb, amma mətndə onların anadan olanda ağ yox, boz, sonradan isə qəhvəyi rəngdə olduqları qeyd olunur.
4-5 yaşlarından sonra məhz ağ rəngə çevrilirlər. Və bir səhv cavabımız da burada 5-dir ki, bald eagles have a very poor eyesight. Mətndə poor yox, excellent eyesight verilmişdi. Yəni, möhtəşəm görmə bacarıqları var. Poor isə zəif deməkdir. Və 3-5 bizim doğru cavabımızdır. 82-ci sualda passage mainly about mətndə haqqındadır. Burada cavabımız A variantıdır. Characteristics of bald eagles, yəni ağ qartalların xüsusiyyətləri, mətn məhz onlar haqqındaydı. Biraz burada şagirdləri çaşdıran Y variantı olub, amma biz mətnin sadəcə ilk hissəsində biraz qanun haqqında bir-iki cümlə eşidirik və salam. Ondan sonraki hissə artıq sırf onların özləri və xüsusiyyətləri haqqındadır. Və davam edirik dinləmənin açıq sualları ilə. Burada vaxtınızı çox almaq istəmədim, ona görə elə birbaşa sualları yazdım cavab olaraq bura. 80-ci sualda bizdən feet sözünə aid bir sifət yazmamız tələb olunur ki, bu sifət mətndə strong sözüdür. Mətnin ən sonlarında qeyd olunur, strong feet və doğru cavabımızdır. 84-də soruşur ki, why do bald eagles build their nest on tall trees? Nəyə görə qartallar öz yuvalarını yüksək ağaclarda qururlar və bunun da cavabı to keep their eggs safe, yəni öz yumurtalarını təhlükəsiz saxlamaq üçün. Yeri gəlmişkən uşaqlar, 84-cü sualın bu nümunəsi bizə 80-ci sualın B variantını da avtomatik olaraq səhv olduğunu qeyd olunur. Çünki 84-də əgər sizə onu sual kimi veriblərsə, demək ki, o mətndə o formada işlənib ki, onu sizə sual kimi veriblər. Avtomatik olaraq 80-in B variantını da silə bilərdiniz. Orada diqqət edirsə, build nests on the ground yazılmışdı və yanlış cavab olacaqdı avtomatik. Və sonuncu 85-ci sual. Bald eagles were once close to extinction because of deyir, ağ qartallar yoxa çıxma təhlükəsi yaşayırdılar. Because of, nəyə görə? Hunting and pollution, yəni çirklənməyə və ovlanmaya görə. Doğru cavabımız məhz bu formadadır. Dostlar, bu qədər imtahanın suallarının hər birini gördünüz. Yekun olaraq bir də təkrar qeyd edeyim ki, 78 və 79-cu suallarla bağlı fikirləriniz olsa, rəy bölməsində qeyd edib cavab ala bilərsiniz. Hər birinizə uğurlar.